Gürcü dilində otururam, olur mövcdə bir ya da mövzi var. Bunların ikisi də Azərbaycanca mən otururam deyə tərcümə olunur. Mövcdə bir mövzi var. İndi gəlin bunların ikisinin arasındakı fərq haqqında danışaq. Baxın, mövcdə bir mən əyləşirəm deməkdir, otururam deməkdir. Amma nə mənada? Hal-hazırda ayaqdayam və əyləşirəm. Amma mövzi var, bu oturmaqda olmaqdır. Yəni otururam, hal-hazırda mən oturmuşam, otururam deməkdir. Məsələn, dönüb biri deyəndə ki, parkişi vzi var, bu parkda otururam deməkdir. Parkişi vzi var, parkda otururam. Amma dönüb deyəndə ki, meak vcdebi, bu deməkdir ki, mən burada otururam, amma nə mənada? Hələ ayaq üstəyəm, hələ oturmamışam, sadəcə yerimi göstərirəm və qarşımdakına deyirəm, ak mevcdebi, yəni burada mən otururam. Amma hal-hazırda oturmaq halında deyiləm. Mən ayaq üstündə durmuşam hal-hazırda və həmən yerdə mən oturacam, mən əyləşəcəm deyə o insana deyirəm ak mevcdebi, yəni burada mən otururam. Bu ikisini yadınızda saxlayın. Çünki vzi var, vcdebi ikisini də mən otururam deyə tərcümə edirik. Amma əlbəttə ki, arada fərq var. Vcdebi bu hərəkəti bildirir. Yəni mən hal-hazırda oturmuram, ayaq üstündəyəm və oturacam. Yəni bir hərəkətdən digər hərəkətə keçəcəm. Amma vzi var, bu hal-hazırda oturmaqdayam deməkdir.